Spagetti, əziz dostlar, üstündəki əlavəni söyləyəcəm nədir? Və turşular. Nəsə artıq payız gəlir deyə, havalar soyuyub deyə, təzə pomidor xiyar ürəyim istəmir. Ağ turşu, ağ xiyar turşusu, yaşıl xiyar turşusu, pomidor və acı biber. Bu dəfə spagettini, əziz dostlar, bir fərqli pişirdim. Yəni, üzərinə qatdığımı söyləyəcəm. Bunlar da ki, maşallah, o qədər uzundur ki. Deməli, bunlar üzərindəki olan ruslar demiş, podlivka. Bu tuşonkadır. Belarusiyanın tuşonkasıdır. Amma boş tuşonka deyil. Birinci tavada yağ soğan qovurma eləyirəm. Ora əlavə elədim pomidor, qırmızı balqar biber və yaşıl balqar biberi. Duz, istiot, biraz sarı kök, biraz xmeli sumeli və sonda hamısını qovurandan sonra üzərinə əlavə elədim həmin bu söylədiyim tuşonkanı. Və axırda qırmızı reyhan. Xırda doğrayırsan və əlavə edirsən. Çox gözəl. Belə bir yemək var restoranlarda. Ona deyirlər spagetti bolognese. Bəlkə eşitmişsiniz. Spagetti bolognese. Onu giyməklə eləyirlər. Məhz bu Belarusiyanın tuşonkası da niyə görə xoşuma gəlir? Sırf tikə ətlərdir. Çünki bilirsiniz ki, mağaza tuşonkaları yaxşı deyil. İçinə ətdən başqa nə var? Hər şey doldururlar. Bu isə Belarusiyanındır. Çox gözəl tuşonkadır. Mən ümumiyyətlə yaxşı tuşonka sevərəm. Spagettini kotletlə də eləyirəm. Çəkilmiş ətlə də, qiyməklə də eləyirəm. Sonra bəzən deyirlər, makaron xəngəli. Makaron xəngəli. O şəkildə də eləyirəm. Özü mən spagettini ortadan qırmıram, pütü yaptıram. Ona görə uzundur. Amma gözəl dadlıdır. Bir də turşunun suyu. Düzdür, bunu çox içmək olmaz. Amma ölürəm də turşunun suyu üçün. Turşunun suyu üçün ölürəm. Bu bəzi bədxax, xoşa gəlməz rəy yazanlar. Azca olsa özünüzə hörmət edin. Söhbət səy-səy, gic-gic, dəxlisiz, mərfətsiz rəy yazanlardan gedir. Bütün xoş, mədəni rəyləri yazanlara isə atəşli böyük həm salamlar, həm təşəkkürlər, həm də ki öpücüklər.